Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədova vəfəsini xəbərdarlıq olunub. Oxu24.com məlumat verir ki, bu haqda İctimai Televiziya Baş Prokurorluğa istinadən xəbər yayıb. Telekanalın xəbərinə görə Qabil Məmmədov şəxsiyyətinin təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir. Xəbərə görə Məmmədov Qabil Əmrah oğlu Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirilir. Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan olunub. APA'nın əldə etdiyi xəbərə görə Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192, 221, 1308, 2 və başqaları maddələri ilə cinayət işi üzrə cəlb edilib. Xəbərə görə Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın Fehmin 360 Humanitar Təşkilatı Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb. O aldığı qrantları xidmət müqaviləsi ilə ölkəyə gətirib və legallaşdırıb. Güya bu beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində xidmət haqqı alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib. Daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, legallaşdırıb. Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1, 2, 3 öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma 3, 2 və 3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ancaq istintaqdan qaçıb gizlənib. Onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Barəsində axtarış elan olunub. Əlavə edək ki, Sosial Hüquqlar Mərkəzi dövlət qeydiyyatından keçməyib.